Mən izləyicilərimizi salamlayıram. Dəfələrlə mənim YouTube səhifəmdə verilişlər vermişəm. Bir 6 ay olardı ki, bu YouTube səhifəsində heç bir verilişim yox idi. Ona görə ki, əsəblərim sakit idi. O dərəcədə də məni işləndirən olmurdu. Bu yaxınlarda mənim qaz sərvəzimin qonşunun həyətində olması ilə əlaqədar qaz dairəsinə şifayətə olsa məlumat verdim. Lakin bunlar əhəmiyyət vermədi. Qaz dairəsinin müdürü əhəmiyyət verməyəndə mən üzünü axtarsam ona rəsmi halda şikayət edəsi oldum. Rəsmi halda. O isə mənə bildirmişdi ki, ondan qabaq dəfələrlə yanına gələndə deyirdi ki, asfalt kendisası qırılıb, ona görə də biz sənin şutçunun yerini dəyişə bilmirik, smart kartla əvəz edə bilmirik. Smart kart da var, istəyirsən apar qoy evruzə. Deyim, mən nəyəmə lazım smart kart. Nəysə, bunları rəsmi məktub yazandan sonra dedim ki, məndən oyun oynamayın. Bu nə söhbət ki, svarçıq yoxdur. Siz mənə deyilənə görə svarçıq var. Nəysə, səhər tezəndən gətirdilər, smart kartı qoydular ora. Borçun həyətindən şotçu söktülər, gətirdilər. Birləşdirdilər smart karta. Dedim, bəs bunun smart kartın daha doğrusu kartı olur. O kartı verim, lakin kartı verməkdə mənə aktar edərlər ki, sən ondan ötürü Kürdəmdə getməsən, çox cəhd elədilər ki, özləri. Kürdəmdə getməkdən əlavə, neyləsən bunu, smart kartı, nəyə lazımdır, bu dəqiqə bir koda düşəcək. Sən bundan ötürü Kürdəmdə gedib gəlməlisən. Mən də dedim, niyə görə koda düşməliyiz ki, Kürdəmdə niyə gezəm ki, kartı siz verin, sərğacı siz vermişsinizsə, sərğacın kartını da siz verməlisiniz. Bunlar başladılar ki, yox. Sonra başladılar ki, ya sonra ilə danışmışsınız, oğlunuzu göndərməyəm. Mən dedim ki, yaxşı, oğlumu göndərərəm, gedər. Səhər idi, gəldim qaz dairəsinin həyətinə, mənə dedilər ki, bilirsən nə var? Smart kart tez-tez koda düşəcək. Dedim, ondan ötürü mən təzdən getməliyəm ora. Dedi, hə, getməlisən. Dedim, mən smart kartdan lazım görür. Smart kart istəmir, ya da mən heç hələ getmirəm. Gəlmək çəkin smart kartın kartında hamısını gətirin verir. Lakin buna əhəmiyyət verən olmadı. Daha doğrusu şotçunun özündə də problemlər yalandı. Şotçu yerinə düzgün bağlamamışlar. Şotçu deyəndə sağlacaq. Onunla əlaqədar olaraq bildirmək istəyirəm ki, bu Məlik Məmməddir, mən biləm Məlik Məmməddir, daha Məlik Məmməd, qaz dairəsinin müdür. Bu Məlik Məmmədlə mənə də elə sən deyən problemlərim olmayıb bu qazla əlaqədar. Belə ki, neçə dəfələrlə mənə yalan satıb. Yalan satıb, onu da ki, mən həqiqətən bunu sonradan mən şübhələndim ki, onun icra hakimiyyətində bu işdə onun əli var. Bu işi daha doğrusu mən polis şöbəsinə məlumat verdim, 102 xidmətinə. Oradan da gəldilər, haqçını. Gəldilər məndən izahat almağa. Dedim ki, izahatı mən özüm yazmalıyam. Özüm də qol çəkməliyəm izahata. Siz yazdığınız izahatı mən oxuya bilməm. Lazım gələrsə əgər, gələcək izahat yazıb verərəm sizə, operasiya çıxır. Ondan da heç mən milisiyadan yerə şikayətim də yoxdur. Ona görə ki, mən bilirdim ki, onun ucarlar icra hakimi. Çünki dəfələrlə milisiyaya şikayət eləmişəm, polis şöbəsinə. Hamısında bu ucarların icra hakimiyyətinin başçısı öz başınalıq eləyərək bunların hamısını qəbul edir. Çünki milisiya icra hakimiyyətinə
heç bir təsir gücü yoxdur. Bunu bilmək istəyirsiniz. Ancaq icra hakimiyyətinin milisiyaya təsiri var. Ona görə ki, onlar mən onu sizə deyim ki, dəfələrlə mən bunun şahidi olmuşam ki, Ucar rayon icra hakimiyyəti nə deyibsə, polis şöbəsi onu eləməlidir. Eləməlidir buna görə ki, mən özüm polis şöbəsində işləmişəm, bunu yaxşı bilirəm ki, əgər eləməsə, günü səhəri ona deyəcəklər ki, ərzu, qanuni, qeyri-qanuni fərqi yoxdur. Ərzu yat get işlə. Ona görə də onlar məcburiyyət qarşısında qalırlar. Mən özüm polis şöbəsində işlədiyimə görə, mən heç cürə ona haqq qazandıra bilmərəm ki, burada milisiyanın, mənim kimsə əli. Burada ancaq əli olan Ucar rayon icra hakimiyyətinin başçısıdır. Yəni onunla əlaqədar deyirəm ki, yəni o adam mənim maşınımı, yəni 2107 maşınımı aparıb, saldırıb Ucar rayon polis şöbəsinə. Şəxsən saldırıb. Çünki rəisin gəldiyi 2 gün idi, o heç mən tanımırdı. Dedim, indi bilməm, Salovada yiyib içəndə deyib ki, ulan keç mən xoşuma gəlmir. Aparıb saldırıb. Ondan sonra bizim bununla problemlərimiz başladı. 8 ildir mən maşınım polis şöbəsində yatır. Mənə nə qədər dedilər, pul təklif edilər bunun əli ilə ki, nə qədər desəm pul verir, maşını buradan çıxar. Mən dedim, o maşını oradan çıxmayacaq. Mənim bir gəlmə sözüm var, olmayacaq, qutardı. Lakin buna baxmayaraq, ondan bəri düşüşüb məndən ki, belədir. İndi deyə bilərsiniz ki, bunun sənlə nə düşmənçiliyi? Bunun düşmənçiliyini də mən YouTube kanalında əvvəlki verilişlərimdə hamısını vermişəm. Bu adam Ziya Məmmədovun elə hesab elə ki, bir tulasıdır. Ziya Məmmədov nə dedi, onu eləməlidir bu adam. Biri deyir ki, bax, şəhərə çıxanda mənim çox adam deyir, bax, bunu niyə rədd eləmir? Bunu niyə rədd eləmir? 20 il adam nə deyir, icra hakimiyyətində işləyir, 10 il burada işləyir, 5 il Gölçədə işləyənmədi, icərdə bundan 5 metre. Ucara elə bir, o, nə tapıb bilirsiniz? Belə yağlı yem tapıb özü üçün. Bildiyi hərəkəti deyir. Yəni Ziya Məmmədov da bunun arxasında durub, siz bilirsiniz, Ziya Məmmədov ki, nədir, yol nəqliyyat üzrə nazir olub. Onunla əlaqədar elə Ziya Məmmədov bunun birinci dəfə gətirib postun müdürü qoyub. Ondan bəri də keçidli qoydurdu, daha doğrusu icra hakimiyyətinin başçısı. İndi axır söz ondan ibarətdir ki, bu adam mənimlə nədir, videolarına baxsız, mənimlə bu intriq aparır. Amma məsələ burasındadır ki, dünən idi, 1-2 gün bundan qabaq adam göndərtdirdi yanıma. Bir dəfə kameranı uğratdırdı, kameranın kartını, mağazində uğratdırdı. Orada bir adam gəlmişdi. Orada mən içəridə kameram yazır. Orada o sözlər danışdı mənə. Söz danışanda o bildi ki, mən bunu kameranın kayda alıram hamısını. Telefona da köçürdüm. Məsələn, o moment onun kartını uğradılar. Uğratdırdı, daha doğrusu uğratdırdı. İcra hakimiyyətinin başçısı. Yəni mənə çox zülümlər edib indiyə kimi 20 il ərzində. Mən atam, daha doğrusu Ucar rayon polis şöbəsində pasport masa rəisi vəzifəsində işləyib. Müharibə veteranı olub, 2-ci qrup. Ümumiyyətlə, qrup 50 demək olmaz, yəni veteran olub. Polis şöbəsində işləyən momentdə, yəni buna mayor zvaniyası verilməsi ondan irəli gəlib ki, bu adam yaralanıb, bax bunun kimi əclaflar indi burada kefə baxırlar. Ancaq orada yaralanıb, nə qədər güllə yarası alıb beynindən. Dəfələrlə mənə göstərirdi ki, baş nahiyəsindən. O görsən ki, bax bura güllədək, görsən,
O yeri boşdu. Onu ancaq tüylə öldürdü. Gör bu əclaf nə qədər əclafdır ki, mənim atam kimi bir adamın qəbrinə söydürüb. Onu mən prokuraturaya verdim dəfələrlə. Şəbo İsmailov'dan 2 dəfə prokuraturaya vermişəm. 3-cü dəfə yenə anlatmaq istəyirlər mən. Mən dedim ki, bir də söz də var. Gətirin o soyğu pisatı, mən soyğu pisatı gətirin. Mən orada öz qolumu çəkib izahatımı verib, bura gitməyim barədə. Yox, bizdə elə bir kitap yoxdur. Nə tər kitap yoxdur? Siz nə edin? Kim idarə edir? Buranı kim idarə edir? Mən başım çıxmır. Dediyim ondan ibarətdir ki, bu özün nə yerinə qoy? Bunun haqqında çox şeylər bilirəm mən, amma danışmaq istəmirəm. Ona görə danışmaq istəmirəm ki, danışmağın da xeyri yoxdur. Bu unsuz əclaf olub, əclaflığında da qalacaq. Alçaq olub, alçaqlığında da qalacaq. Mənim üçün fərqi yoxdur. Mən deyirəm, mən ya heç kimə bir Allahdan başqa heç kimə arxalanmamışam, indiyə kimi də arxalanmıram. Bacım oğlunun öldürülməsi faktı var arada. Onda da bu iştirak elədi, öldürtdürdü onu, peşəxod da. Bu haqda məlumat götürüb YouTube'dan həmin verilişləri götürdü. Yəni uzun-uzadı danışmaq istəmirəm. YouTube'dan o verilişlərin götürülməsi, daha doğrusu Ucar rayonunda mənim işləyən bacım, xəstəxanada işləyən bacımdan, yəni bu rey alıb götürücüdür. Onu elə belə götürücülə bilməz orada. Yəni onu da təzədən işdən çıxartmışdı, təzədən işə qaytardı. Bax, adama soruşarlar ki, sən bunu elətdirmişsən. Təzədən bunu işdən çıxartmışsan, anasın. Təzədən oğul öləndən sonra təzədən onu işə qaldırırsan. Bu nə deməkdir? Bu qədər.